Dəyərlər ehtiyajdırmı? Bizim bir professor deyirdi ki, 300 min, 500 min əhalisi olan bir şəhərdə 1-2 oftalmoloq professor olsa kifayətdir. Kifayətdir. Amma o şəhərdə minlərlə, 10 minlərlə mağazaya ehtiyac var. Yəni, o da dəyərdir. İndi həmən 200 minlik şəhərə 1000 oftalmoloq professoru gətirsən, onların 90%-i işsiz qalacaq. Ehtiyac yoxdur onlara. Ehtiyac yoxdur. İndi ehtiyac yoxdur. Bu o deməkdir ki, onlar ümumiyyətlə lazımsızlar. Yox. Onlar daha böyük maştabda insanlar üçün ehtiyaclıdır. İndi dəyərlər lazımdırmı? Bəli, lazımdır, vacibdir. Amma ac olan adam bir, dəyərlər yadına düşmür. İqtisadi ehtiyacları olan adam. 2, əyləncə içində olan adam, əyləncə halında o yada düşmür, dəyərlər yada düşmür. Ona görə elmi tədqiqatların bugün 90%-na yaxını texnologiya bunlara aiddir. Niyə? Texnologiya əyləncədir, telefonlar, maşınlar, digər vasitələr əyləncədir. İnsanlar ona pul verirlər, əylənmək istəyirlər. İnsan əyləncəsinə pul xərcləyir. Tip zəruri ehtiyacdır. Ehtiyaclar piramidası var da, məşhurdur Maslow'un. O deyir ki, aşağıda hələ ona ehtiyac duyulmur. Amma məsələ budur. Deyir, qaçanda hər şeyin dadı, yeməyin, içməyin dadı bu süfrədə sənin adın axır ki, soraqlanacaq. Ramil Rövşən deyir. Axır ki, sənə də ehtiyac olacaq. Misal üçün, məsələn, konkret bir misal çəkim. Ata öz övladına bütün təminatları edir. Hər şeyi maddi olaraq, əyləncə olaraq, onu gözəl restoranlara aparır. Dünyanın gözəl şəhərlərinə gəzdirir. Amma dəyərləri onu öyrətmir. Və günlərin birində bu uşaq dəyərləri öyrənməyən, atasından öyrənməyən bu uşaq atasını qozalar evinə aparır. Dostlardan biri, iş adamlarından biri ilə söhbət edirdi. Deyirdi ki, şərqlə qərbi müqayisə edirdi. Nə qədər qloballaşma dönəmi olsa da, transformasiya olsa da, əzizim, şərq hələ şərqdir, hələ də. 50-dən sonra bilmirəm, hələ də qalıb. Deyirdi ki, Azərbaycanın heç bir şəhərində siz, rayonlarında qocalar evi tapmırsınız. Niyə? Çünki şərq himayəçidir, qərbi isə individualistdir, tək özünü düşünür. Amma Azərbaycan kimi balaca şəhərləri olan bir Amerika, Avropa şəhərini götür, orada nə qədər qocalar evi var. Bax, indi məsələ budur. Əyləncə və maddi ehtiyaclar dəyərlərə tərəf getməyə imkan vermir. Amma bu lazımdırmı? Əlbəttə lazımdır. Mümkündürmü? İkinci sual. Bunu yaşamaq. Bəli, mümkündür. Necə mümkündür? Bayaq dediyim kimi, biz konkret faydasını görməliyik. Bu məsuliyyət kimin üzərinə düşür? Bax, bu məsuliyyət Həzrət Peyğəmbərdən misal gətirirsiniz, Məhəmməd Peyğəmbərdən. Gəlin gedək, Bakıda, Azərbaycanın digər bölgələri, insanlarımıza yaxınlaşaq, sual verək. Deyək ki, Həzrət Məhəmmədin yolunun, həyatının, gətirdiyi Quranın öz həyatınızda zərurətini, vacibliyini neçə faiz dəyərləndirirsiniz? 5%, 10% deyəcəklər. İndi sual, bu məsuliyyət kimin üzərindədir? Əzizim, bu məsuliyyət, bu dəyərləri insanlara çatdırmaq istəyən insanların üzərindədir. Təkcə Quran tədqiqatçılarının yox. Həm də bir iş adamıdır Azərbaycanda və iddia edir ki, mən müsəlmanam, mən dinimi sevirəm, dəyərlərimi yaşadıram həyatımda, iddia edir. Ona deyirsən ki, indi ki iddia edirsən, bu dəyərlərin təbliği üçün 5-10 manat pul xərclədir. Yox, ona mənim pulum yoxdur, alverim kasaddır. Olmadı da.